Salam, artıq bilirik ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin sənəd qəbulu mərhələsi başlamışdır. Bunun üçün necə qeydiyyatdan keçməliyik? Gəlin addım-addım baxaq. İlk öncə Google üzərindən miq.edu.az platformasına daxil olursunuz. Əgər siz ötən illərdə imtahan vermisinizsə, həmin şəxsi səhifələriniz artıq işlək vəziyyətdə deyil. Bunun üçün yenidən qeydiyyatdan keçməlisiniz və açılan digital login. Görürsünüz, belə bir səhifə açıldı və siz həmin səhifəni QR edəcəksiniz. Gördüyümüz kimi artıq QR etdikdən sonra bizi yönəldir nömrə seçmə mərhələsinə. İstifadə etdiyiniz nömrəni mobil nömrə qisminə qeyd edəcəksiniz. Bundan sonra davam et butonuna basırsınız. Davam et butonuna basdıktan sonra qeyd etdiyiniz nömrə işlək vəziyyətdə olmalıdır ki, sizə kod gəlsin. Həmin göndərilən kodu boşluq buraxılan hissədə yazacaqsınız. Gördüyümüz kimi artıq kodu təsdiq etdikdən sonra müsabiqədə iştirak məlumatları bizdən tələb olunur. Nə edirik? İlk öncə bölməmizi, yəni siz Azərbaycan bölməsinizsə Azərbaycan bölməsini, Rus bölməsisinizsə Rus bölməsini seçəcəksiniz. Daha sonra aşağı hissədə müsabiqədə iştirak etmək istədiyiniz fən bölümünü seçəcəksiniz. Məsələn, mən sadəcə sizə nümunə kimi öz şəxsi səhifəmi göstərirəm. Öz fənnimə uyğun seçdim. Növbəti butonunu vurursunuz. Bax, gördüyünüz kimi artıq məlumatlar açıldı. Məlumatlar açılandan sonra faktiki yaşadığınız ünvan, bu sizin şəxsiyyət vəsiqənizdə olan ünvan olmaq məcburiyyətində deyil. Harda yaşayırsınızsa, harda imtahan vermək istəyirsinizsə, həmin bölgəni qeyd edirsiniz. E-mailinizin olmağı məcburi deyil. Bunun üçün nə edirik? Artıq biz faktiki yaşadığımız ünvanı qeyd etdikdən sonra faktiki yaşadığımız şəhəri də nə edirik? Qeyd edirik. Qeyd etdikdən sonra növbəti butonuna basırıq və təhsil pilləmizi, əgər kolleclərdirsə orta ixtisas təhsili, ali bakalavrdırsa bakalavr və yaxud da ki 5 illik təhsil almışsınızsa bu ikili ixtisaslara aiddir. Həmin təhsili seçə bilərsiniz. Təhsilimizi seçdik. Gəlin ixtisasımızı tapaq. İxtisasımız görək bizim necədir? Yəni hər kəs öz ixtisasına uyğun seçim edəcək. Aha. Deməli, ixtisasımız tarix müəllimliyi. Yəni diplomunuzda necə yazılır? Bəzən tarix müəllimliyi bu şəkildə yazılır. Diplomunuzda yazıldığı şəkildə və yaxud da ki tələbəsinizsə, həmin o aldığınız ixtisası düzgün şəkildə qeyd edirsiniz. Təhsil aldığınız müəssisəni seçəcəksiniz. Azərbaycan Dövlət Pedaqoji Universiteti. Daxil olduğunuz il. Misal götürəcəm. Məsələn, 2021 2020, daha doğrusu 22 edək bunu. Bircə saniyə. 2020, nəyə görə 2022 edəcəm? O tələbələr üçün. Bitirmə ilimizdə misal götürək 2026. Diplomumuzun səviyyəsi, yəni artıq bilirsiniz də fərqlənmə olacaq, adi olacaq. Deməli bizim tələbələrimiz, hələ müəssisəni bitirməyən tələbələrimiz təhsil haqqında sənədin nömrəsi, yəni diplomunuzun nömrəsi yerinə arayış bölməsini nə edəcəksiniz? Yazmış olacaqsınız. Əgər sizin təhsiliniz ixtisas artırmadırsa, aşağıdan bax, yeni təhsil əlavə et, yaşılla verilib. Oradan sənədlərinizi əlavə edəcəksiniz. Diplomunuz varsa, indi mən diplom əlavə etmədim. Nəyə görə? Çünki izah etmək üçün bu şəkildə yazdım. Yəni normalda məndə diplom var. Siz qırmızı hissədə baxırsınız, arayışın aşağı hissəsində diplom yüklə bölümü var. Siz həmin diplomu yükləmiş olacaqsınız. Diplomu artıq yüklədik. Əgər arayış varsa, siz yəni 4-cü, 5-ci kurs tələbələri təbii ki diplom almayıb. Arayışınıza əgər tələb olunsa, diplom yüklə hissədən qeyd edə bilərsiniz. Sonra biz keçirik növbəti hissəyə. Tələb olunmursa, sadəcə arayış yazılıbsa və sizdən aşağıda diplom tələb olunmasa və yaxud da ki növbəti səhifəyə əlavə etmədən keçid edə bilirsinizsə, indi məndə sistem məlumatları gördüyü üçün tam görə bilmədim. Diplom əlavə etmədən növbəti səhifəyə keçid edə bilmədim.
Növbəti görürük, artıq əgər hər hansı bir müəssisədə siz çalışırsınızsa, öz stajınızı qeyd edə biləcəksiniz. Məsələn, 3 il stajınız varsa, artıq 3 tədris ili dərs demisinizsə, 3 ildən 5 ilə qədər, 5 ildən çox stajınız varsa, məsələn 6 il, 7 il, o zaman 5 il və 5 ildən sonranı seçirsiniz. Seçəndən sonra müəllimlər yadda saxlayırsınız ki, yəni əgər H1, H2-dirsə sizə əmsal tətbiq olunması üçün siz stajınızı və yaxud da ki, İşlədiyiniz məktəbi düzgün şəkildə yazmalısınız. Burada nümunə olaraq, əslində qeyri-düzgün olaraq yazmışam izah etmək üçün. Məsələn, yazdıq stajımız 5 il və 5 ildən çox. İşlədiyiniz təhsil müəssisəsi, yəni sizin təhsil müəssisəsinin tabe olduğu təhsil sektorunu seçəcəksiniz. İndi burada görürsünüz Abşeron, Ağcabədi, Ağdam, Ağdaş, bunu özünüz dəqiq şəkildə bilirsiniz. İşlədiyiniz müəssisə, seçdiyiniz müəssisəyə uyğun olaraq aşağıda məktəblər açılacaq. Həmin məktəbi seçəcəksiniz. Əgər gözləniliyiniz varsa, bunu qeyd edəcəksiniz. Təsdiq edən stajı yükləyəcəksiniz. Pedaqoji stajınızı seçirsiniz. Məsələn, seçək 9 ilə qədər staj. Elmi dərəcəniz varsa, elmi dərəcənizi, bircə saniyə, və yaxud da ki, təltifiniz varsa, təltifinizi, bunları seçəcəksiniz. Dərslik müəllifliyi varsa qeyd edəcəksiniz. Dərsliyin adı, dərc olunma tarixi, tədris vəsaiti müəllifi. Əgər olmusunuzsa, onu qeyd edəcəksiniz. Vəsaitin adı və dərc olunma ili haqqında. Deməli, əgər şəhid ailəsinin üzvü burada yazıldığı kimi və digər tələb olunan kriteriyalara cavab verirsinizsə, aşağıda sənəd yüklə bölümünə sənədinizi skan edib yükləyirsiniz. Keçirik növbəti hissəyə. Növbəti hissədə artıq məlumatlarımız əgər düzgündürsə, təsdiqləyin və bitirin bölümünü neynirik biz? Vurmuş oluruq. Və hal-hazırda ərizəmiz baxılma mərhələsindədir. Yəqin ki, ödəniş artıq bundan sonra, ərizəmizə baxılandan sonra olacaq. Çünki ilk dəfə tətbiq olunduğu üçün məlumatım yoxdur. Çox güman ki, bundan sonraki mərhələdə bizim ərizələrimizə baxılacaq. Əgər uyğundursa, ödənişlərimiz olunmuş olacaq. Başa salmağa çalışdığım ümumi bölməni. Əgər hər hansı bir sualınız olarsa, videonun rəy bölümündə